Qadına səni sevirəm deyən və kişiyə səninlə fəxr edirəm deyən necə ailədir? Bu cümlələr bəzən çox sadə görünür, amma əslində ailəni ayaqda saxlayan sözlər məhz bunlardır. Qadın səni sevirəm sözünü eşidəndə özünü dəyərli hiss edir. Kişi səninlə fəxr edirəm sözünü eşidəndə güclənir, məsuliyyət hissi artır. Quranda belə buyurulur: ünsiyyət edəsiz deyə sizin üçün özünüzdən, öz cinsinizdən zövcələr xəlq edib, aranızda sevgi və mərhəmət yaratması da onun varlığının dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır. Diqqət et, sevgi və mərhəmət, susmaq yox, incitmək yox. Sevgi sözlə də göstərilməlidir. Mərhəmət dəyər verməklə hiss etdirilməlidir. Belə ailədə qadın tək hiss etmir, kişi lazımsız hiss etmir, ev sığmacara çevrilir. Ailə yalnız eyni evdə yaşamaq deyil, ailə bir-birinə dəyər verdiyini hiss etdirməkdir.